Çox sevdiyimiz ekler çox da asan hazırlanır. 1 stəkan suya 100 qram margarin əlavə edib qaynadırıq. Qaynadıqdan sonra un əlavə edib qarışdırırıq. Qazın üzərindən götürüb qarışdırmağa davam edirik. Ümumilikdə 5 yumurta qatılır. Yumurtaları əvvəl ikisini, sonra üçünü əlavə edib mikserlə çalırıq. Xəmir hazır olduqdan sonra onu bişirmək üçün kağızın üzərinə yığıb forma veririk. Xəmir ələ yapışmamaq üçün əlimizi suda isladırıq. $200 dərəcədə 25 dəqiqə ərzində sobada bişiririk. Eklerləri soyuduruq. Tam soyuduqdan sonra içərisinə krem yaxıb biraz kənarda saxlayırıq. Beləliklə çox dadlı eklerlər hazırdır. Nuş olsun.